Salam əziz müəllimlər. Videoda sizə şəxsi işləri yazan zaman köməyimizə çata biləcək bir üsul haqqında danışmaq istəyirəm. Proqram Excel proqramıdır. Bu fayl isə elektron jurnaldan yüklədiyimiz hesabatdır, hansı ki, bütün şagirdlərin bütün fənlər üzrə qiymətləri burada var. Məsələ nədir? Mənə tutaq ki, Abuşova Almaz Bəxtiyar qızının bütün fənlər üzrə illik qiymətlərini görmək lazımdır. Sadəcə həmin şagirdin qiymətləri sırayla düzülsün. Bunun üçün A sütununu seçirəm, hansı ki, şagirdlərin adı, ata adı, soyadı burada var. Seçəndən sonra Home Link tabına gəlirsiniz. Burada Editing Link qrupunda Sort and Filter adlı əmr var. Həmin əmrin alt əmri olan filter əmrini tətbiq edirik. Bir də göstərim. Home Link tabı, Sort filter və filter alt əmri. Tətbiq etdim. Tətbiq etdikdən sonra isə birinci sətrə burada belə bir ikon düşür. Həmin ikonun üzərinə klikləyirik. Select all əmrini deaktivləşdiririk. Heç bir şagird seçilməsin. İndi hansı şagird bizə lazımdır? Abuşova Almaz Bəxtiyar qızı. Seçirəm bu şagirdin adını. Sadəcə bunu seçirəm və ok düyməsinə sıxdım. Sıx etdim. Filtrlərdə sadəcə bu şagirdin qiymətləri qaldı. Bir də işimizi asanlaşdıracaq başqa bir funksiyaya da baxaq. Məsələn, bu şagirdin adı A sütunundadır, illik qiymətləri isə B sütunundadır və hətta deyərdim ondan sonradır. Yəni rahat görmək olmur da, tam ekrana yerləşmirlər, kiçildəndə də görmək olmur. Bunun üçün D sütununu seçirsiniz. D sütununu seçməyə də bilərsiniz. Onu seçməkdə səbəbim odur ki, A, B, C sütunları mənə şəxsi iş üçün lazımdır, amma D sütunu lazım deyil. D sütununu seçirəm, View lent tabına gəlirəm, lent tabına yaxınlaşdırım. View. Və burada window lent qrupunda split əmri var. Klikləyirsiniz həmin split əmrinə. Onu kliklədikdən sonra ola bilsin birinci dəfədə alınmasın, indi məndə alındı. Alınmasa 2 dəfə tətbiq eləyərik. Belə bir arakəsmə görsənir. İndi bu arakəsmədən sonra biz hərəkət etsək sütunlar üzrə. İlk 3 sütun sabitlənib. Digər sütunlar isə hərəkət eləyir. Gətirdim ta burada. Qiymətlər görünən hissəyə bu şəkildə, yəni şagirdlərin hər birinin illik qiyməti və fənlər görünür. Şagirddən şagirdə keçmək üçün isə yenidən həmin o ikonun üzərinə klikləyirik. Bu şagirdin adını deaktivləşdirib digər bir şagirdin adını seçirəm və təsdiq edirəm. Belə. Bu şəkildə hər bir şagirdin fənlər üzrə yekun qiymətlərini görmək mümkündür.